qrupu göndərilib. Rusiya kəşfiyyatının iddiasına görə Makronun qaranlıqlar şahzadəsi kimi tanınan sağ əli Aleksandr Benallanın rəhbərlik etdiyi ölüm qrupu Azərbaycana göndərilib. Bakıya gələn Ağzambaq adlanan sui-qəsd qrupu birbaşa Makronun əmrlərini yerinə yetirir. Onların hədəfinin kimlər olunduğu isə bilinmir. Və bu haqda sizə məlumat vermək istəyirəm dostlar. Fransadan Bakıya gizli sui-qəsd qrupu göndərilib. Hədəfdə kimlər var? Fransa prezidenti Emmanuel Macronun Türkiyə və Azərbaycana qarşı düşmən münasibəti səngimək bilmir. Haber Global xəbər agentliyinin araşdırmasında bu barədə geniş yazı yer alıb. Belə ki, Rusiya fondunun hesabatına görə Fransa prezidenti Emmanuel Macronun rəhbərlik etdiyi və Fransada törətdiyi siyasi qətllərlə tanınan Ağzambaq adlı sui-qəsd qrupu gizli ezamiyyətlə Bakıya göndərilib. Macronun birbaşa göstərişi ilə fəaliyyət göstərdiyi iddia edilən bu kölgə təşkilatı Azərbaycanda hələlik hədəfləri bəlli olmayan təhlükəli əməliyyat keçirir. Qlobal kəşfiyyat ictimaiyyətinin nüfuzlu qurumu olan Intelligence Online və Rusiyada yerləşən Ədalətsizliyə qarşı mübarizə fondunun məlumatına görə Rusiya və Fransa arasında Bakı üzərindən gizli kəşfiyyat müharibəsi gedir. ASV-nin paylaşdığı məlumata görə Fransa prezidenti Emmanuel Macronun sağ əli qaranlıq şahzadəsi kimi tanınan Aleksandr Benallanın rəhbərlik etdiyi ölüm qrupu Bakı və Çada gedib. Ona qarşı çox saylı iddiaları olan Benallanın Bakıdakı əməliyyatın rəhbəri olduğu iddia edilir. Zambaq isə adlanan bu qrupun Azərbaycanda hansı məqsədli olması və ya konkret hədəf siyasının olub-olmadığı hələlik məlum deyil. Rusiya hərbi kəşfiyyatının məlumatına görə Fransada fəaliyyət göstərən Ağzambaq adlı ölüm dəstəsi Bakıya gedib, komandanın əmrləri birbaşa Fransa prezidenti Emmanuel Macrondan aldığı iddia edilir. Kremlə yaxın media qurumu Macronun Afrikanın qərbindəki Çad və Azərbaycana xüsusi qruplar göndərdiyini iddia edir. Çad, Rusiyanın muzlu şirkəti Wagnerin ən güclü olduğu Afrika ölkələrindən biri kimi tanınır. ASV-nin sahədən əldə etdiyi məlumata görə ötən ay Parisdə şok qərar qəbul edilib və Macronun əmrinə uyğun olaraq Çadın paytaxtı Elseminə və Azərbaycanın paytaxtı Bakıya ölüm qrupları göndərilib. Qırıya Rusiya Hərbi Kəşfiyyat Xidməti yaxın mənbələr, yəni Rusiya Hərbi Kəşfiyyat Xidmətinə yaxın mənbələr bildirirlər ki, bu əməliyyatın başında Aleksandr Benalla dayanır. Qurunun məlumatına görə Fransa prezidentliyinin Nazirlər Kabinetinin keçmiş direktoru Aleksandr Benallaya tabi olan bu bölmə Fleur de Lis, Zambaq çiçəyi kimi tanınır. Bu sui-qəsd bölməsinin strateji planlanmasının Fransa Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru Bernard Emiye və Maliyyə İdarəçiliyi isə Macron Nazirlər Kabinetinin başqa bir keçmiş direktoru Patrick Strizoda həyata keçirdiyi iddia edilir. Paris polis rəisi Laurent Nunez'in agent və kadr hazırlığına da cavabdeh olduğu bildirilir. ASV həmçinin Fransada Sarı Jiletlər Hərəkatına rəhbərlik edən deputat Olivier Dassault və fəal Isabella Ferreira'nın ölümünün arxasında Macronun sui-qəsd qrupunun dayandığını iddia edir.
İfrat sağçı siyasətçi Jordan Bardella, solçuların lideri Jean-Luc Mélenchon və Yaşıllar Partiyasından olan deputat François Ruffinin də hədəfə alındığı xəbərlər var. Pərdə arxasında media maqnatı Vincent Bolloré və sosial media xadimi Johan Pavetin də Fransada komandanın radarında olduğu deyilir. Korsikanın müstəqilliyini müdafiə edən və şübhəli şəraitdə həbsxanada dünyasını dəyişən İvan Kolonna və Yeni Kaledoniyanın müstəqilliyi üçün mübarizə aparan Joel Tjibauda qrupunun hədəfləri arasındadır. ASV Ağzambaq komandasında Bakıda olduğunu iddia edir, lakin qrupun burada hansı məqsədlə xidmət etdiyi və hədəflərinin kim olduğu bəlli deyil. İddia olunur ki, Fransanın ölüm dəstələri Azərbaycan və Çadla məhdudlaşmır, Braziliya və Cəzairdə də varlıqlarını davam etdirirlər. Braziliya jurnalist Lucas Lerios və Çadlı jurnalist Niobe Bauden iddia edirlər ki, ölüm qrupları öz ölkələrində də fəaliyyət göstərir. Alexandre Benalla daha əvvəl Fransada bir çox işlərdə gündəm olub. 2018-ci ildə Parisdə müxalifət etirazlarının dövməsinin görüntüləri ilə ortaya çıxan Benalla mühakimə olundu, lakin bəraət aldı. Elə həmin il vəzifədən qovulmasına baxmayaraq diplomatik pasportlarla beynəlxalq səyahətlərini davam etdirdi. Fransa mətbuatının yazdığı məlumata görə Benallanın Rus oliqarxları və mafiya liderləri ilə maliyyə əlaqələri var. Bildirilir ki, Makronun dəstəyi ilə indiyə qədər ədalətdən yayınmağa nail olub.